Son olaraq bir sual olacaq sizə. 2026-cı ildə Azərbaycan iqtisadiyyatı nələr gözləyir? Bununla bağlı da sizin təhlillərinizi eşitmək istəyirəm. Təbii ki, biz 26-cı ildə Cənab Prezidentin çıxışında o telekanallarla, yerli telekanallara verdiyi müsahibədə Azərbaycan iqtisadiyyatına bağlı fikirlər səsləndirdi. Bəli, bizim neftlə bağlı bir qədər sıxıntılarımız var, neftin hasilatı azalır. Amma bütövlükdə gəlin baxaq, son illər ərzində Azərbaycan iqtisadiyyatı hansı sürətlə inkişaf edibdir? Bəli, burada neft faktoru xüsusi aparıcı olubdur. Neft ölkəsidir. Neft təbiətin bizə bəxş elədiyi nemətdir. Biz bundan imtina eləməli deyildik. Amma biz baxın görün, biz paralel olaraq iqtisadiyyatımızı necə şaxələndirdik. Onun ümumi daxili məhsulunun tərkibində qeyri-neft sektorunun payını zaman-zaman illər artırıb bu 30-40%-dən yuxarı deyildi. Bu günləri artıq 3-dən 2-dən çox 70%-ə yaxınlaşır və hədəf 80% gözlənilibdir. Bu nə deməkdir? Bu demək ki, biz neftdən asılılığı azaltmaq kimi bir ciddi bir kursu götürmüşük və bu kursu da 93-cü ildə hakimiyyətə gələn 2003-cü ildə hakimiyyətə gələn, hakimiyyət partiyaya gələn Cənab Prezident özünün ilk çıxışında bəyan elədi ki, biz elə yaşamalıyıq ki, neftdən asıllığımızı hiss etməyək. Sanki neftimiz yoxdur kimi bir bəyanat verdi. Bu gün bax o iqtisadiyyatın 20 ildən artıq 22 il ərzində bu şəkildə şaxələndirilməsi 2003-cü ildən bu tərəfə, 2004-cü ildən bu tərəfə bir daha onu göstərir ki, həmin kurs addım-addım reallaşır. Bəli, bəzi sahələrdə müəyyən geriliklər var, biz bunu etiraf edirik. Bəzi sahələrin bundan daha üstün inkişafa ehtiyacı var. Xüsusilə də ixrac sahəsində mən özüm də bu masanın özündə də çıxışlar edib tənqid eləmişəm ki, bəli, biz qeyri-neft sektorunun qeyri-neft sektorunun özünün payını ümumi daxili məhsulumuzda artırdığımız qədər də bu sahədən ixracın artmasına şərait yaratmalıyıq, yəni bu haqda düşünməliyik. Amma bütövlükdə 20 ildən artıq zaman kəsiyində bizim qeyri-neft sektorundan ixracımız hardasa 250-260 milyon ABŞ dollarından bir ildə 3,5 milyard dollara qədər artıbdır və gələn il, yəni bu il artıq, bu il onun 1 milyard dollarda artması, yəni təxminən 5 milyard dollara yaxınlaşması gözləndirir. Bilirsiniz, bir iqtisadiyyatı birdən-birə şaxələn, neftlə bağlı olan ölkələrə baxın. Görün, hansı birdən-birə qısa zaman kəsiyində öz iqtisadiyyatını bu şəkildə şaxələndirə bilibdir. Biz edirik bunları və nəticələr pozitivdir. Amma Rüsif bəy, mən fürsətdən istifadə edib bu kürsüdən, bu masadan üzümü bəzi bizim həmkarlara tuturam. Yəni, mətbuatda, iqtisadçılara tuturam, bu mövzuda danışanlara tuturam. İndi bilirsiniz, mətbuat belədir də, hər kəs evdə kompüterin qarşısında oturur, bir masada özünə bir YouTube kanal açıbdır və yaxud da başqa sosial şəbəkədə bir kanal açıbdır. Orada çıxış edir, fikirlərini bölüşür. Demokratik ölkəyi, söz azadlığı və fikir azadlığı ortadadır. Kim nə istəyir yazır, sosial şəbəkələrdə siz də baxırsınız, mən də baxıram. Kim nə istəyir deyir. Təbii ki, təhqir olmaz. Təhqir olanlar cavabını almalıdırlar. İstənilən dövlətdə, bizdə də həmçinin. Amma bilirsiniz, bir məsələyə münasibət bildirəndə o məsələnin hər iki üzdə baxıb münasibət bildirmək lazımdır. Kimsə siyasi dividend qazanmaq xatirinə, belə deyək də, xalqın gözündə dırnaq arası bir qəhrəmana çevrilmək xatirinə, o məsələnin bir tərəfini görüb, bir tərəfi haqqında danışanda düşünməlidir ki, bu çıxışları tək sıradan bir olan vətəndaşlar eşitmirlər. Çıxışları eyni zamanda peşəkarlar eşidirlər, maliyyəçilər eşidirlər, iqtisadçılar eşidirlər, bu hesabları bilənlər eşidirlər. Və sadəcə olaraq məsələnin bir tərəfini danışıb ancaq qara görmək hər şeyi, amma yaxşı olanları görməmək. Biz də tənqid edirik. Sizlə bax, bu verilişin özündə də bəzi şeyləri tənqid eləmişik. Amma eyni zamanda təkliflər səsləndirmişik ki, nələr etmək lazımdır. Hansı addımlar atmaq lazımdır ki, bu məsələn mövcud problemlər öz həllini tapsın, bu sahədəki durum bundan daha yaxşı olsun. Yenə deyirəm və mən hesab edirəm ki, biz növbəti verilişlərimizdə sizlə bu iç məsələlərə, iqtisadi müstəvidə baş verən proseslərə xüsusi yer ayıracağıq. Mən bunu istəyirəm. Çünki biz elə tək xarici siyasətdən, Rusiyadan, İrandan, Amerika Birləşmiş Ştatlarından, Venezueladan
danışanda bizim o hörmətli tamaşaçılar bizə yazırlar ki, iç məsələlərdən niyə danışmırsınız, özünüzün problemlərindən niyə danışmırsınız? Və ona görə hesab edirəm ki, biz gələcək verilişlərimizdə də bir blok, bir yer ayıraq və buradan üzünü tutulan bax, həmən o bir tərəfli iqtisadi şərhlər verən, sosial məsələlərlə bağlı şərhlər verən və maliyyə məsələləri ilə bağlı şərhlər verənlərə, sizin verdiyiniz şərhlərə tək sıradan bir olan vətəndaş baxmır. Müəllim, həkim, mühəndis baxmır. Eyni zamanda peşəkar iqtisadçılar baxır. Ayıbdır. Məsələlərə obyektiv qiymət verin. Çatışım verişlərinizi deyin, təşriflərinizi verin. Sadəcə olaraq elə haradasa bir qara görürsə, onun ətrafında fırlanmaq və eyni şeyləri təkrar vermək və hakimiyyəti qınamaq, hakim partiyanı qınamaq, bunun üstündə ki, YAP partiyası, Yeni Azərbaycan partiyası belə elədi, Yeni Azərbaycan partiyası bu Azərbaycanın məhv olmasına xilas elədi zamanında. Bugün də dünyanın ən tanınmış dövlətlərindən birinə çevirdi Yeni Azərbaycan partiyası. Yəni iş necədir? Bəli, iş olan yerdə nöqsan olur, iş olan yerdə çatışmazlıq olur. Gəlin onları da deyək, yaxşı olan işləri də deyək, çatışmayan işləri barəsində danışaq və təkliflərimizi verək. Əgər biz peşəkarlıqsa, iqtisadçı olaraq, maliyyəçi olaraq hansısa bir problemin haqqında danışırıqsa, mütləqdir ki, biz öz təkliflərimizi hökumətə ünvanlamalıyıq. Və cənab prezident nə dedi çıxışında o yerli telekanallara verdiyim müsahibədə? Mən qəbul etdiyim qərarların bir çoxunu ictimai nəzarətin aldığım məlumatların əsasında qəbul edirəm. Və mən buna şahidəm. Bax, 2014-cü ilin sonlarından mən aktiv olaraq Azərbaycan mətbuatındayam, Azərbaycan telekanallarında çıxışlar edirəm. Və prezidentin dediyi bu fikirlərin necə təsdiq olunduğunu mən aktiv gözlərimlə dəfələrlə görmüşəm. Yəni, bu faktlar ortada dəfələrlə onun qəbul elədiyi qərarların çoxu, bax elə bu, ictimai şəkildə bizim səsləndirdiyimiz fikirlərlə üstə düşür. Deməli, dinlənilir, deməli, qulaq asılır, deməli, eşidilir. Mesela dövlət belə idarə olunur da, dövlət tək elə aparatda oturan adamlarla idarə olunur ki, dövlət aşağıya baxır, yerə baxır. İctimaiyyətdə, cəmiyyətdə gedən proseslərə baxır, səsləndirilən fikirlərə baxır. Ona görə məsələlərə münasibət bax, yenə deyirəm, bu verilişlərdə mən təbii ki, qayıdacam, bəzi detalların da üzərinə qayıdacam ki, kim nələr danışır, yəni bunu da o tərəflər eşitsinlər, bilsinlər. Yəni sözün məsuliyyətini, dediyinizin məsuliyyətini daşıyır. Belə deyək də, elə reyting qazanmaq xatirinə ağa qara deyib, özünüzü qəhrəman cibinə çevirməyin. Bu qədər.